hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get vətəndaşlara xidmət elə. Get vətəndaşlarla bir yerdə ol. Təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, köməklik göstər. Eyni zamanda sahibkarlara köməklik göstər. Onların malını onların əlindən alma. Onların fəaliyyətindən özüvə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz bir mənalıdır. Korrupsiya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Və onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir. Mərkəzi icra orqanlarında da belə hallar var, belə siqnallar var. Bu siqnallar araşdırılır. Mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə verilən məlumata görə hələ bu siqnallar araşdırılır. Vəzifəyə bəzi hallarda təyin olmaq üçün insanlardan rüşvət tələb edilir. Bu cinayətdir. Bu bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam nə edəcək ilk növbədə? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Hardan bunu çıxacaq? Ya hardansa dövlət malını uğrayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük. Bu, sadaladığım rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan pul yığılır, valideynlərdən pul yığılır, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacaq və haqq da bizim tərəfimizdədir. Və bütün bu ifşa edici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur və eyni zamanda mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.